Birinci cacə qaydası ilə başlayıram. Cacə birinci. İsimlərə qoşulan cacə qoşmadır. Məsələn, yazıram dəvəcə. Burada cacə qoşma kimi, bənzətmə qoşması kimi işlənibdir. Çünki dəvə isimdir. Həmçinin bunun sinonimləri ilə əvəz edib tapmaqda olar. Birləşdirmə qoşması kimi ilə lalə, bənzətmə qoşması kimi də kimi qədərlə əvəz edib tapa bilərik. İkinci, say, sifət və zərfə qoşulan cacə isə ədat funksiyasını yerinə yetirir. Ədat kimi işlənir. Məsələn, yazıram bircə, yaxşıca. Burada bir saydı, ona görə burada cacə ədat kimi işlənibdir. Yaxşıca da yerinə görə həm sifət həm də zərf ola bilər. Burada sifət kimi təhlil edirəm. Yaxşı sifət və yaxud da zərf olarsa, cacə burada ədatdır. Üçüncü isə qeyd edirəm ki, cacə əgər feillərə qoşulubsa, leksik şəkilçi funksiyasını iştirak edir. Məsələn, düşün feilinə cəmi qoşuram, düşüncə. Burada feildən isim düzəldən şəkilçi kimi iştirak edibdir. Və yaxud da yazıram əyləncə. Burada isə əylən feilindən isim düzəldibdir, leksik şəkilçi kimi. Dördüncü isə cacə milliyyət bildirən sözlərə qoşulursa, məsələn, rus, rusca, türk, türkcə. Qoşulanda burada isə zərf düzəldir, yəni dil bildirir, tərz hərəkət zərfidir. Zərf düzəldən leksik şəkilçi kimi iştirak edir burada. Tərz hərəkət zərfidir və dil bildirir. Milliyyət bildirən sözlərə qoşulduqda. Daha sonra isə M-sı bitişdirici samitlər haqqında danışmaq istəyirəm. M-sı bitişdirici samitlər bilirik ki, əgər bir söz saitdən bitirsə, ona saitdən başlayan şəkilçi artırıramsa, bitişdirici samitlərdən istifadə olunur. Məsələn, baba. İndi mən bura I, U, Ü təsirli yal şəkilçisini artırmaq istəyirəm. Olur, babanı. Bir məqamda qeyd edeyim ki, əgər burada I, U, Ü mənsubiyyət şəkilçisi olsa, olacaq babası. Yəni, mənsubiyyət şəkilçisində I, U, Ü'də, üçüncü şəxsdə S bitişdiricisi artırılır. I, U, Ü hal şəkilçisi kimi işlənirsə, N bitişdiricisi artırılır. Və yaxud da, məsələn, yazıram mövqe. Mövqe sözü mənsubiyyətə görə dəyişərkən ümumi qaydadan kənara çıxan sözlərdən biridir. Burada da saitlə başlayan şəkilçi, mənsubiyyət şəkilçisi artırıram mövqeyi. Yəni, saitlə sait arasında bitişdirici samit olan Y samiti işlənəcəkdir. Amma bəzən N-sı bitişdirici samitləri öz funksiyalarını yerinə yetirmir. Yəni, saitlə sait arasında işləmir. Məsələn, yazıram ki, onlar və yaxud da ondan. Burada işlənən, burada əvəzlik kimi işlənibdir. Burada da hal şəkilçili əvəzlik kimi işlənibdir. Burada yadda saxlamaq lazımdır ki, buradakı N-lar da bitişdirici samit olsa da öz funksiyalarını yerinə yetirməyibdirlər. Niyə? Çünki saitlə samit arasında işlənibdir. Əgər haradasa testdə soruşsa ki, bitişdirici samit öz funksiyasını yerinə yetirməyibdir, onda sait və samit arasında işlənən N-sını, yəni bitişdirici samitləri seçə bilərik. N-sı nə vaxt öz funksiyasını yerinə yetirir? Yəni, bitişdirici samitlərin funksiyası nədir? Saitlə bitən sözlərə saitlə başlayan şəkilçi artıranda istifadə olunur. Burada da bunu niyə qeyd etdim? I, U, Ü'də əgər hal şəkilçisi işlənibsə, bitişdirici samit kimi N-dan, mənsubiyyət şəkilçisi kimi işlənibsə, bitişdirici samit kimi S-dan istifadə olunur. Bu belə. Üçüncü qayda olaraq da I təsirli yal şəkilçisi haqqında bir qeyd yazmaq istəyərdim. I, U, Ü əgər təsirli yal şəkilçisi kimi işlənibsə, heç vaxt cümlənin xəbəri ola bilməz. Təsirli yal çünki cümlənin xəbəri ola bilmir. Məsələn, məktubudur. Mən bir cümlədən ibarət bir sözdən ibarət bir cümlə qurdum. Məktubudur. Buradakı I, U, Ü heç vaxt mən buna deyə bilmərəm ki, bu təsirlik şəkilçisidir. Çünki təsirlikdən sonra şəxs xəbərlik şəkilçiləri gələ bilməz. Şəxs xəbərlik şəkilçisi işlənə bilməz. Yəni, təsirli yal cümlənin xəbəri ola bilməz. Ona görə də burada I, U, Ü-nü gördümsə, cümlənin xəbərinə bu mütləq mənsubiyyət şəkilçisidir. Mənsubiyyət şəkilçisi kimi təhlil olunur. Daha sonra bəzi leksik şəkilçilər var ki, o leksik şəkilçilərdən qabaq qrammatik şəkilçi işlənə bilər, istisna. Bu hansı leksik şəkilçilərdir? Ç, ki, kü,
daçı, dəki, gil və sız şəkilçilərindən qabaq qrammatik şəkilçilər gələ bilər. Düzdür, biz deyirik ki, dilimizdə birinci leksik, sonra qrammatik şəkilçilər işlənir. Amma bu şəkilçilərdə istisnalar ola bilər. Məsələn, mənimki, özü burada mənimki, yəni ki, yəlik haldan sonra gələndə isim düzəldir. Burada da isim düzəldibdir və özündən qabaq qrammatik şəkilçi var. Və yaxud da yazıram nənəmgil. Nənəmgil. Burada gil leksik şəkilçisindən qabaq mənsubiyyət şəkilçisi işlənibdir. Atamsız. Burada da sız, siz, susuz leksik şəkilçisindən qabaq qrammatik şəkilçisi işlənibdir. Və yaxud da yazıram evimdəki. Burada da daçı, dəki şəkilçisindən qabaq daçı, dəkini heç vaxt parçalanırıq, bir yerdə təhlil edirik. Özündən qabaq qrammatik şəkilçisi işlənibdir. Yəni bu şəkilçilərdən qabaq qrammatik şəkilçisi işlənə də bilər. Yəni birinci leksik, sonra qrammatik şəkilçi gəlir, qaydasını pozan şəkilçilərdir, istisnalardır. Daha sonra sonuncu qeydim isə sınız və dır, şah sonluqları haqqındadır. Sınız, siniz, sunuz, şah sonluğu, ikinci şəxs, cəm. Necə, tələffüsü necə olur? Məsələn, yazıram ki, müəllimsiniz, müəllimsiniz. Bunun tələffüsü olacaqdır, müəllimsiz. Yəni, sınız, siniz, sunuz, tələffüsdə, qeyd edeyim, tələffüsdə sız, siz, susuz şəklində tələffüs olunur. Dır isə, əgər qrammatik şəkilçi kimi işlənibsə, yəni şəxs sonluğu kimi işlənibsə, tələffüsdə dır kimi tələffüs olunur. Məsələn, yazıram babamdır, tələffüs olacaqdır, babamdır. Amma dır, əgər leksik şəkilçi kimi işlənibsə, tələffüsdə olduğu kimi də tələffüs olunur. Bu qədər.